Xəbər verdiyimiz kimi 60 vot və yuxarı gücə malik olan közərmə lampaların 2026-cı il yanvarın 1-dən 25 votdan 60 vota qədər gücə malik olan közərmə lampaların isə 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağan edilir. Bəs qanunun məqsədi nədir? Qadağan edilən lampaları nələr əvəz edə bilər? Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin üzvü Nafiq Həmzəyev mətbuat açıqlamasında bildirib ki, qanunun əsas məqsədi enerji səmərəliliyini artırmaq və ətraf mühitin qorunmasına töhfə verməkdir. Közərmə lampaları enerji baxımından səmərəsizdir, çünki onların istehlak etdiyi enerjinin böyük bir hissəsi istilik şəklində etirilir. Bu səbəbdən onların istifadəsinin məhdudlaşdırılması enerji istehlakını azaltmağa və karbon emissiyalarını minimuma endirməyə kömək edir. Qadağa qüvvəyə mindikdən sonra közərmə lampalarını əvəz edə biləcək alternativlər arasında LED lampalar, komfort fluoresan lampalar, halogen lampalar kimi variantlar var. Millət vəkili qeyd edib ki, bu dəyişikliklər istehlakçıların elektrik enerjisi xərclərini azaltmağa və daha ekoloji cəhətdən təmiz işıqlandırma texnologiyalarına keçid etməyə də imkan yaradacaq.